Elvsal müəllim, namazı Azərbaycan dilində qılmaq olarmı? Son günlərdə namazın dili ilə bağlı müzakirələr Azərbaycan ilahiyyat mühitində yenidən diqqəti cəlb edir. Əlbəttə, dominant, kanonik görüş mövcuddur. Namaz ərəb dilində qılınmalıdır. Bu gerçəkliyi real həyatda sarsıtmaq hardasa qeyri-mümkün görünür. Üstəlik, əks iddia əsaslandırılmış mövqedən daha çox, qulağa xoş gələn sözlərdən ibarət və cəmiyyətə yeridilməyə çalışılan iddianı xatırladır, tərqini xatırladır. Hər bir halda biz bu məsələyə aydınlıq gətirməliyik. Əvvəla, namaz İslamla əlaqəlidir. İslam məhəllə, şəhər, ölkə deyil, region, ümumdünya dini olmağa iddialıdır. 14 əsrlik tarixi boyu bunu real müstəvidə isbatlamağı bacarmış cahanşumul dinə çevrilmişdir. 7-ci əsrdən etibarən İslam eyni adlı mədəniyyət, eyni adlı coğrafiya, eyni adlı tarix yaratmışdır. İslam mədəniyyəti hər şeydən əvvəl dini mədəniyyətdir. Eyni ilə Hind, Çin, xristian mədəniyyətlərində olduğu kimi, bu mədəniyyətin vahid dini, eyni ibadət sistemi, müştərək ibadət dili olmuşdur. Ümumiyyətlə, hansısa bir mədəniyyət, hansısa bir din ümumdünya hadisəsinə çevrilmək istəyirsə, onun ümumi ərazisi, yəni arealı, ümumi tarixi, ümumi forması, ümumi mədəniyyəti və ümumi dili olmalıdır. Və ümumdünya mədəniyyətinin, ümumdünya dininin vahid dili həmişə olmuşdur, indi də vardır və gələcəkdə də olacaqdır. İslam ümumdünya dini olduğu üçün onun vahid ibadət sistemi və bu sistemin öz dili var. Söhbət ərəb dilindən gedir. Deməli, İslamın dilinin ərəb dili olmağı onun ümumdünya dini olmaq kimi xassəsindən irəli gəlir. İslam özünü cəhal-şumul din kimi aparır. Odur ki, fərqli dillərdə danışmalarına baxmayaraq, müxtəlif müsəlman xalqlarına eyni dildə, eyni formada ibadət formaları təqdim edir. Bu baxımdan eyni dildə ibadət etmək müsəlmanlara vahid ümmətə, vahid dinə mənsubluq şuuru aşılayır və bu şuuru möhkəmləndirir. Ümumiyyətlə, İslam hansısa ölkənin, xalqın dini deyildir ki, bu və ya digər xalqa aid dilləri ibadətdə əsas götürsün. İkincisi, namaz İslamda ən ali ibadət aktı. Bu, dinin başlıca ibadət ayinidir. Bu baxımdan bizim Peyğəmbərimiz namazı dinin sütunu adlandırmışdır. Budaqlar üçün gövdə, vestibül üçün dayaq sütun nədirsə, İslam üçün namaz da odur. Bəzən bu sözü ingilis dilinə səhvən prayer kimi tərcümə edirlər, yaxud rus dilinə molitva kimi tərcümə edirlər. Prayer yaxud molitva istənilən formada verbal yaxud qeyri-verbal icra olunan spontan sitayişi, ibadət aktını bildirir. Amma namaz müəyyən vaxtlarda, müəyyən formada, müəyyən şərtlər daxilində icra olunan ibadət aktıdır. Yəni, namaz ayindir. Bu baxımdan namazın konkret vaxtı, konkret forması və konkret dili vardır. Konkret formaya, konkret vaxta, konkret dilə malik ibadət aktı ayin adlanır. Bu baxımdan, bu məntiqə uyğun olaraq namaz həmişə ərəb dilində qılınmışdır. Başqa dildə qılınarsa, ayin olmaq statusunu itirər, adi istəyə, adi diləyə çevirilər. Mənim fikrimcə, namazın Azərbaycan dilində və yaxud ayrı-ayrı xalqların öz dilində qılınmasına çağırış edənlər ya məqsədli şəkildə, ya da bilməyərəkdən ayinlə duanın fərqini görə bilmirlər. Çünki nəzərə almaq lazımdır ki, dinin din olması fərdə təsir göstərməsi üçün institutlaşmış ibadət formalarına, yəni ayinlərə ehtiyac vardır. Bəli, biz duanı istədiyimiz dildə, istədiyimiz vaxt, istədiyimiz formada edirik. Yəni, dua spontan bir ibadət aktıdır və duanın konkret forması, konkret vaxtı yoxdur. Əgər duanın konkret forması, konkret vaxtı, konkret dili yoxdursa, o bəndəyə iltizam yükləyə bilmir.
yəni bəndəyə iltizam yükləmə xassəsindən dualar uzaqdır və bayaq dediyim kimi dua adətən spontan formada, işimiz düşəndə biz müəyyən müddətdə dua edirik. Konkret forma, sistemlilik, konkret vaxt, say olmadığı üçün spontan dualar Allahla bəndə arasında davamlı, sistemli, dövri rabitəni təmin eləyə bilmir. Bədənimizin vaxtı-vaxtında qidalanmaya ehtiyacı olduğu kimi ruhumuzun da ibadət reqlamentinə, konkret ibadət formasına ehtiyacı vardır. Ayinlər o cümlədən namaz, insan ruhunun o ruhu insana üfürən Allahla davamlı, sistemli, dövri rabitəsini təmin eləyir. Nəhayət, üçüncü məsələyə toxunmaq istəyirəm. Üçüncü məsələ ondan ibarətdir ki, qıldığımız namaz, bu namazda oxunan dualar əsasən ayələrdən ibarətdir. Oxuduğumuz mətnin Quran hesab edilməsi üçün şəriət alimləri çox konkret bir şərt qoymuşlar. Bir şeyin Quran sayılması üçün oxuduğumuz sözün formaca və məzmunca Allahdan gəldiyi kimi olması lazımdır. Tərcümə əsla Quran ola bilməz. Çünki tərcümə Quran sözlərinin bu və ya digər dildəki ekvivalentidir. Və heç bir tərcüməçi Quran leksikonunu ən ideal formada ekvivalentləşdirə bilmir. Və bu baxımdan əgər bir dinə aid ayində o dinin müqəddəs mətni dəqiq şəkildə ifadə olunmursa, bu ayinin sakral bütünlüyü pozulur. Üstəlik, fərqli tərcümə variantlarının eyni dildə danışan dindarlarda ibadət sözlərinin fərqlənməsi fonunda çaşqınlıq yaratması da istisna deyildir. Sözün qısası, namazın eyni dildə qılınması, yəni ərəb dilində qılınması İslamın cahan şumulluğundan irəli gəlir. İnstitutlaşmış ibadət aktını namaz səciyyələndirir. İlahi kəlamın orijinallığa göstərilən ehtiramı ifadə eləyir. Nəhayət, eyni dildə, yəni ərəb dilində qılınan namaz müsəlman ümmətinin birliyini simvolizə eləyir.